Salam, hər vaxtınız xeyir olsun. Bugün 07.06.2026-cı il tarixli qəbul imtahanı suallarının izahına baxırıq. Biologiya sual 1. Uyğunluğu müəyyən edin. Ürək boşluğundan yalnız arterial qan keçir, gölməçə il bizində. Ürək boşluğundan həm venoz, həm də arterial qan keçir. Quşlar və məməlilərdə adi doğrudur. Ürək boşluğundan keçən qan nə venoz, nə də arterialdır. Bu fikir aid olacaq həşəratlara təbii ki və çərtkəni cavab olaraq götürürük. Və baxırıq ki, Y variantında yalnız venoz qan keçdiyinə görə heç birinə aid etmirik. Cavabımız A variantıdır, doğrudur. Pankreatit xəstəliyi zamanı mədalı vəznin xarici sekretor funksiyası pozulur. Fikri doğrudur. Mədalı vəznin ifraz etdiyi amilaza miqdarı artır, yox azalır olmalıdır. Bağırsaq möhtəviyyatı orada nişasta qaldığına görə qıcqırır və tuş reaksiyalı olur, hansı ki qələvi mühit idi normalda. Deməli bu da doğrudur. Yalnız karbohidratların həzmi pozulur. Fikri səhvdir. Çünki kitabda qeyd olunub ki, karbohidratların, zülalların, yağların həzmi pozulur olmalıydı. Əksər hallarda mədə şirəsində pepsinin miqdarı azalır və bu fikir yanlışdır. Burada amilazadan söhbət getməlidir. Bizdə də pankreatit xəstəliyi zamanı olan problemləri soruşduğuna görə 1, 3, 5 cavabımız B variantı olacaq. 3. Bitki toxumunun hansı hissəsi ziqotdan əmələ gəlməmişdir? Ziqotdan başlanğıc götürür, rüşeyin başlanğıc götürmüş olur. Burada 3-də rüşeyimin köçüyü, rüşeyimin gövdəciyi, rüşeyimin tumurcuğu və ləpə yarpağı 4-də göstərilmişdir. Amma 5-də isə endosperm göstərildiyindən yalnız Y variantı olacaq. Şagirdimizin bu cavabı da doğrudur. DNT molekulunda ölçüsü. Biz bilirik ki, molekulda adenin qarşısında timin olur, guanin qarşısında sitozin olur. Əgər DNT molekulunun ölçüsü guanin ölçüsünə bərabər olan azot əsası olmasaydı, guanin ölçüsünə bərabər olan adenindir. Əgər adenin yoxdursa, deməli timin də yoxdur. Demək ki, guanin var, sitozin var. Belə olacaq. Zəncirdə sitozin var, guanin var. Əgər üzünün köçürülməsi, yəni transkripsiya prosesində də təbii ki, yenə də RNT əmələ gəldikdə biz bilirik ki, transkripsiya prosesində DNT-dən məlumat RNT-si əmələ gəlir və sitozinin qabağında guanin, guaninin qabağında isə sitozin olacaq. Yəni şagirdimizin də yazdığı kimi adenin, timin, urasil olmayacaq. Yəni yalnız guanin və sitozin və cavabımız D variantı olacaq. Bunu da düzgün qeyd etmişdir. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Coğrafi növ əmələ gəlmə, ekoloji növ əmələ gəlmə. Divergensiya baş verir. Təbii ki, bu hər ikisində gedəcək. Areal dəyişmir, ekolojide olacaq. Daur qaraşamı növü yaranmışdır, coğrafide olacaq. Arıquşunun 5 növü yaranmışdır, ekolojide olacaq. Populyasiyanın gen tərkibi dəyişir, hər ikisinə aiddir. İnsəyinin növləri yaranmışdır. Təbii ki, buzlaqlaşma nəticəsində coğrafi növ əmələ gəlmədə yaranmışdır. Baxırıq 3, 6, 2-yə 2, 4-ü seçibdir. 3-ə 1, 5-i doğru yazıbdır. Cavabımız Y variantıdır. Yetkin X orqanizmini müəyyən edin. X orqanizmi baxırıq ki, xitini var, pilus, bığcıqları var, amma nə borulu sinir sistemi yoxdur, nə də qanda karbon qazı daşımırsa, biz buradan mütləq ki, həşərat seçəcəyik. Həşərat seçəcəyimizə görə və may böcəyi, kəpənək daha uyğun gələcək, yengəc də uyğun deyildir. 3, 4 cavabımız D variantıdır, doğru seçmişdir. İnsan orqanizmində əzələ toxumasının növləri üçün uyğunluğu müəyyən edin. Birincidə sayı əzələ göstərilmişdir, ikincidə skelet əzələsi olan ennazolaqlı əzələ göstərilmişdir. İşi qeyri-iradidir. Təbii ki, 1-ə gedəcək A. Yığılma və boşalma qabiliyyətinə malikdir. 2-yə B. Udlaq və qıtlaq əzələlər bu toxumadan təşkil olunmuşdur. 3-ə gedəcək C. Mezoderma mənşəlidir. Hər ikisi işi avtonom sinir sistemi ilə tənzimlənir. Yəni qeyri-iradidir. Gedəcək Y. 1Y, 2BD, 3C cavabımızı doğru mu götürübdür? Bəli, doğru götürübdür. İnsanda hansı vəzi həm daxili, həm də xarici sekresiya funksiyasını yerinə yetirir? Bu qarışıq sekresiya vəzi olan mədə-altı vəzidir. Düzgün kəsişmələri müəyyən edin. Fərdi seçmə biz bilirik ki, öz-özünə tozlanan bitkilərdə aparılır. Əlamətlər üzə çıxır, toplanmır, resessivlər bir araya gəldiyinə görə. Ona görə də heterozigot genotipli fərdlərin sayı artır. Xeyr, artmayacaq, çünki çarpaz tozlanmadan söhbət getmir. Homozigotların genotipli fərdlərin sayı artır, arzu olunan əlamətləri möhkəmləndirir. Tocuq dənəsi və rüşeym kisəsi ayrı-ayrı çiçəklərdə əmələ gələn bitkilərə tətbiq olunur. Xeyr, iki cinsli öz-özünə tozlanan bitkilərə. Ona görə də cavabımız C variantıdır və şagirdimiz doğru yazıbdır. Hansı müddəaları normal inkişaf edən 6 aylıq qız uşağına aid etmək olar?
Yumurta 6 aylıq deyir, buna diqqət yetirək. 6 aylıqda yumurtalıqlarında yetişməmiş yumurta hüceyrələr olur fikri bir doğrudur. İnkişafının postembrional dövrü embrional dövründən uzundur fikri. Deməli, inkişafının postembrional dövrü, embrional dövrün bu fikir səhvdir təbii ki. Süd dişləri çıxmağa başlamışdır fikri doğrudur. 6 aylığından çıxır süd dişləri artıq və 12 yaşından artıq 6 aylığından çıxmağa başlayır. 6 yaşından artıq 6 yaşına 12 yaşına kimi daimi dişlərlə əvəz olunmağa başlayır. Son 16 yaşında artıq ağıl dişləri çıxır. Və yəqin ki, böyük azı dişləri çıxmağa başlayır fikri yanlışdır. Qarışıq sekresiya vəzlərinə malikdir. Bu fikir doğrudur. Çünki mədə-altı vəzisi var. Ən azından yasli dövrünü keçirir. Bu fikir yanlışdır. Yasli dövrü 1-3 yaşa təsadüf edir. 1, 3, 5 cavabımız olacaq C variantı. Çobanyaslığın bal arısı tərəfindən tozlandırılması canlılar arasında münasibətlərdən hansına aiddir? Bu, Müllerin də qeyd etdiyi kimi çiçəkli bitkilər və həşərat arasında qarşılıqlı əlaqə mutalizm D variantıdır. Uyğunluğu müəyyən edin. Baxırıq, adi şamın sarımtıl yaşıl qozası verilibdir və sarımtıl yaşıl qoza dişi deyil. Burada erkək olmalıdır. Sarımtıl yaşıl işarəni belə qoymalıyıq. Qarğıdalının süpürgə çiçək qrupu burada da bu şəkildə erkək qoymalıyıq. Darının süpürgə çiçək qrupu isə iki cinslidir. Tozlanmada iştirak edir. Bu hər ikisinə aiddir. Yəni daha doğrusu hər üçünə aiddir. Tozlanmada çünki iştirak edirlər. Erkəkçik sapına malikdir deyirsə B gedəcək 3-cüyə doğru qeyd edibdir. Mayalanma prosesi getmir. Mayalama prosesi qarğıdalının süpürgə, yəni erkək çiçək qrupunda getməz. Bir də adi şamın erkək qozasında getməz. Yəni düzgün qeyd olunmuşdur C. B bura düzgün qeyd olunubdur. Çiçək pulcuğu və çiçək pərdəsinə malikdir. D də bura gedəcək. Çünki taxıllar fəsiləsinə aiddir. Haploid və diploid xromosom yığımlı hüceyrələrə malikdir. Y də A bura getmişdir. Y də bura aiddir. 1A, Y, 2C, 3B, D. Fikri, yəni cavabımız A variantıdır. İnsanın duyğu orqanlarının xəstəliyi deyil. Rinit burunun iltihabıdır. Katarakta gözə, otoskleroz qulaqdakı eşitmə sümükçüklərinin böyüməsi nəticəsində yaranır. Ona görə də 2, 3 və 4 enterobiyoz, uşaq biz quyruğu, tenniyarinxoz soliteri, sirroz isə qaraciyər xəstəliyi olduğundan cavabımız 2, 3, 4-dür. Şəkildə bağırsaq boşluqlar tipinə aid canlının, yəni Aureliyanın dövranı göstərilmişdir. Doğru mülahizəni müəyyən edin və bizdə də ki, 1 bilirik ki, spermatozoiddir, 2 isə yumurta hüceyrə olduğundan 1, 2, 1 hüceyrədən ibarətdir. Yəni cavabımız C variantıdır. Şəklə əsasən ön ətraflarının qurşaq hissəsinə aid olan sümükləri müəyyən edin. Fikir veririk ki, 3-də körpücük sümükləri çəngəl sümüyünə əmələ gətirmişdir. 2-də qarğa sümüyünə əmələ gətirmişdir. 5-də kürək sümüyünə əmələ gətirmişdir. Və bunların hamısı da 6 ədəd olmaqla qurşaq hissəsinə əmələ gətirir. 2, 3, 5 cavabımız A variantıdır. Bu fikir doğrudur. Cinsi çoxalmada əmələ gələn hansı canlının genotipi yalnız ana fərdin qametinin genotipi ilə eyni olar. Təbii ki, partogenez yolla çoxalan erkək bal arısı sırf olaraq ananın deməli yumurta hüceyrəsindən birbaşa yaranmış olur. Zəncirotu, quşəpəyi, xanımotu, mərci, tütün, quduz otu, eşək qanqalı bu sırada hər bir bitkinin çiçək düsturunda olan struktur elementlərin sayının cəminin ardıcıl dəyişməsinin qrafikini müəyyən edin. Bir bitkinin çiçək düsturunda olan struktur elementlərin sayının cəminin. Deməli, zəncirotu mürəkkəb çiçəklərə aiddir. K0, K0, L5, Y5, D1 şəklində olacaq. Olacaq 11. Aha, sonra bura yazırıq 11. Quşəpəyidə isə quşəpəyi K4, L4, Y6, D1. Yəni olacaq 15. Bura qeyd edirəm 15. Xanımotu K5, L5, Y5, D1. Yəni 5, 5, 5, 16-ya bərabər olacaq. Mərci K5, L5, Y10, D1. Yəni 21-ə bərabərdir. Tütün yenə də gedir, deməli, badımcan çiçəklər fəsiləsi 16 olacaq xanım otu kimi. Quduz otu quşəpəyi kimi 15-ə bərabər olacaq. Çünki xaç çiçəklər fəsiləsinə aiddir. Eşək qanqalı isə mürəkkəb çiçəklər fəsiləsinə aid olduğundan zəncir otu ilə eyni olacaq. Yəni 11-dən qalxırıq 21-ə, 21-dən yenidən enirik 11-ə, yəni cavab B variantıdır. Yaşıl quş mamırının çoxalmasını əks etdirən
gətirən sxemdə göstərilən bütün hüceyrələrin xromosom yığımlarının cəmi nəyə bərabərdir? Spor N-dir, protonema N-dir, spermatozoid haploiddir, yumurta hüceyra haploiddir. Biz bilirik ki, yaşıl quş mamırının yetkin fərdinin hər yeri haploiddir. Erkək gametofitin hüceyrəsi də dişi gametofitin hüceyrəsi, amma artıq mayalama getdikdən sonra yaranan zigot, zigotdan yaranan ayaqcıq, həmçinin qutucuğun divarı da 2N'dir. Ona görə topladıqda cavabımız 10N'ə bərabər olacaq. Cavabımız olacaq B variantı. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Kükürt bakteriyalar, qırmızı bakteriyalar. Protist canlılar olsalar da oksigen qazı sintez etmirlər. Biz bilirik ki, bir dənə siyanobakteriyalardır ki, onlar bitkilər kimi xarici oksigen qazı sintez edirlər və bunlar da siyanobakteriya olmadığına görə bu fikir hər ikisinə aid olacaq. Fəaliyyətin nəticəsində kükürt əmələ gəlir. Bu da hər ikisinə aid olmuş olacaq. Çünki qırmızı bakteriyalar karbon qazı H2 ilə reaksiyaya girdikdə qlikozla sərbəst kükürt əmələ gətirir. Kükürt bakteriyaları da həmçinin sərbəst kükürt əmələ gətirə bilirlər. Üçüncü, fotosintez edici pigmentə malikdirlər. Fotosintez edici pigment qırmızı bakteriyalarda olur. Çünki kükürt bakteriyaları xemosintez edicidir. Qeyri-üzv maddələrdən üzv maddələrin sintezi üçün kimyəvi reaksiyalar enerjisindən istifadə edir. Bayaq da xatırlatdığım kimi xemosintez edici bakteriyalardır. Xlorofil sərbəst formada sitoplazmada yerləşir fikri isə aid olacaq qırmızı bakteriyalara. Qırmızı bakteriyalardır, siyanobakteriyalardır və yaşıl bakteriyalarda sırf xlorofil pigmentinə rast gəlinir. Sadəcə siyanobakteriyalarda fotosintetik lövhənin üzərində olur. Qırmızı və yaşıl bakteriyalarda isə sərbəst halda sitoplazmada yerləşmiş olur. Baxaq variantımızda 1, 4, 2-yə 3, 5 və abituriyentimiz doğru qeyd etmişdir. Afərin olsun. 20-ci. Hansı yeraltı şəkil dəyişmələrdə təpə və yan tumurcuqları ola bilər? Deməli, biz bilirik ki, gövdə şəkil dəyişməsindən söhbət gedəcək. Burada kökün şəkil dəyişməsi göstərilmişdir. Kökümsov adı kökümsov olsa belə gövdənin xüsusiyyətlərini daşıdığına görə onlarda təpə, yan tumurcuqlara rast gəlinir. Həmçinin soğanda bu hissədə təpə tumurcuğu, yarpaq qoltuqlarında isə belə deyək, qoltuq tumurcuqlarına, yəni yan tumurcuqlara rast gəlinir. Həmçinin kartofun üzərindəki gözcüklərdə də təpə, yan tumurcuqlarına rast gəlmiş olur. 1, 2, 3 cavabımız olacaq D variantı. Sağlam insanın qanında adrenalin miqdarının zamandan asılı olaraq dəyişməsi qrafikə verilmişdir. T1, T2 intervalında nə baş verə bilər? Adrenalin miqdarının zamandan asılı olaraq görürük ki, azalır. T1, T2 intervalı azalma mərhələsidir. Qan təzyiqi yüksəlməz, əksinə aşağı düşər. Ürəyin işi güclənməz, əksinə aşağı düşər. Nəbz vurğularının sayı azalar fikri doğrudur. Glukozanın qanda miqdarı azalar doğrudur. Glukozanın qanda miqdarı artar fikri yanlışdır. Yəni cavabımız A variantıdır. Uyğunluğu müəyyən edin. Autosom dominant xəstəliklər. Kitabda da yazıldığı kimi Marfan sindromu, polidaktiliya adi getdi 1-ə. 2-də autosom resessiv olsun. Bu zaman biz albinizmi seçərik. Albinizmdir, talasemiyadır. Bu kimi xəstəliklər autosom resessiv xəstəliklərə aiddir. X xromosomu ilə daşınan C, yəni X xromosomu ilə keçən resessiv hemofiliya xəstəliyidir. Pulcuqlu dəri də ki, Y xromosomu ilə ilişiklidir və kişilər xəstə olur. 1-ə AD, 2-yə B, 3-ə isə C və axırda Y. Yəni cavabımız C variantıdır. 23-cü suala baxırıq. Hansı çevrilmə prosesləri insanın bədənində gedə bilər? Biz bilirik ki, exnokok üçün insan aralıq sahibdir. Aralıq. Təbii ki, bu əsas olacaq bir. Əsasın bədənində yetkin fərd yaşayır və yumurtanı orada qoymuş olur. Və yetkin fərdin də, finnanın yetkin fərdə çevrilməsi də əsasın bədənində olacaq. Amma İnsanlar məsəl üçün itləri, pişikləri sığalladıqda yumurtalar əli vasitəsilə həzm sisteminə keçə bilər və bədənində altı qarmaqlı sürfə çıxır. Bütün daxili orqanlarında, ağciyərdə, qaraciyərdə, müxtəlif yerlərdə qovuqlar, yəni finnalar əmələ gətirir. Cavabımız 2, 3 olacaq. Verilən canlı suda quruda yaşayan qurbağadır. Ürək boşluğunda 2 yox, 3 cür olacaq. Çünki arterial venoz qarışıq qan olacaq. Döş sümüyünün gövdə skeletinə aid olması bəli, biz bilirik ki, onların qabırğaları inkişaf etmədiyinə görə ön ətraf qurşağına körpücük, kürək, qarğa sümüyü ilə yanaşı döş sümüyü də aiddir. Bədən temperaturunun xarici mühit temperaturundan asılı olması olmalıydı. Bu fikir yanlışdır. Uzun borulu sümüklərin postembrional dövrdə əmələ gəlməsi fikri doğrudur. Artıq sürünənlərdən başlayaraq embrional dövrdə əmələ gəlirdi. Postembrional dövrdə hiss orqanlarının müxtəlifliyin sayının azalması bəli. Çömçə quyruqda yan xətt orqanı var idi. Artıq yetkin fərd olanda yan xətt orqanı yoxa çıxır. Ona görə də azalmış olur. Ontogenezin də bir növ
tənəffüs orqanına malik olması postembrional dövründə çömçəquyruq vaxtı qəlsəməyə malik olur. Artıq yetkinləşəndə dəri və ağciyər tənəffüsünə rast gəlinmiş olur. Ona görə bu fikir də yanlışdır. Düzgün cavablarımız olacaq 2-ci, 4-cü və 5-ci. Şəkildəki yosun xlamida monada yosunudur. Ontogenezində həm haploid, həm də diploid xromosom dəstinə malik hüceyrələri yaranır. Çünki cinsi yoldan çoxalanda özü beləsinə qalsa haploiddir. Gametləri mitoz yolundan əmələ gəlmiş olur. Zigot diploid olur. Zigotun özü meoz yolundan artıq xlamida monadanı əmələ gətirmiş olur. Bir doğrudur. Yalnız cinsi yox, həm qeyri-cinsi, həm cinsi yolla çoxalır. Zigotu mitoz yolla bölünür fikri yanlışdır. Dediyim kimi zigot 2N'dir. Xlamida monadanın yetkinləri N olduğuna görə mütləq ki, meoz yolla bölünəcək. Deməli 4 doğrudur, 1 doğru, 4 doğru. Sonra hazır üzvü maddələrlə qidalana bilər. Bəli, 7-ci sinif kitabında da qeyd olunub ki, xlamida monada və digər yosunlar işıq olmadıqda hazır üzvü maddə ilə qidalana bilirlər. 1, 4, 5 olacaq. 26-cı sualımız da Nəzrin qızım qeyd edibdir burada ki, məsələn 3 dənə nukleotit çəkibdir. Görürsüz ki, azot əsasını qeyd edibdir, sonra pentozanı, sonra da isə ortofosfat turşusunu qeyd edibdir. Və ortadakı gördüyünüz kimi pentoza həm belə deyək, sağdan birləşmə əmələ gətirir, həm soldan birləşmə əmələ gətirir. Birincisi çəkdiyi şəkildə 2 qat rabitə əmələ gətirir. Amma sonrakı pentozalar isə baxdığınız kimi həm sağla, həm solla, həm yuxarı ilə birləşmə əmələ gətirir. Baxın, növbəti də yenə həm sağla, həm solla, həm də yuxarının ortofosfat turşusu ilə birləşmə əmələ gətirir. Yəni normalda hər bir nukleotidin daxilindəki pentoza 3 qat rabitə əmələ gətirir. Sadəcə sonda hər bir zəncirdə bir dənə ədəd nukleotiddəki pentoza 2 rabitənin əmələ gəlməsinə iştirak edir. Və bizə deyir ki, azot əsaslarının əmələ gətirdiyi rabitələrin sayı 4400-dür. Azot əsaslarının əmələ gətirdiyi rabitələrin sayı 4400 deyəndə söhbət azot əsaslarının həm qarşısındakı ilə əmələ gətirdiyi hidrogen rabitəsi nəzərdə tutulur, həm də ki pentoza ilə birləşməsi əmələ gətirdiyi nəzərdə tutulur. Yəni ki, qısacası, əgər mən 4400-dən çıxsam 2400-ü taparam, sadəcə 2000 taparam. 2000 azot əsaslarının sadəcə pentozalarla əmələ gətirdiyi tək rabitəni tapmış olarıq ki, bu da elə 2000 pentoza sayı deməkdir. Pentoza. Və əgər 2000 dənə pentoza olarsa, bayaq da dediyim kimi, hər bir pentoza 3 dənə rabitənin əmələ gəlməsində iştirak edirlər. Ona görə 2000-i vuraram 3-ə olar 6000. Sadəcə 2 qat rabitədə ən başdakılar 1 qat əskik rabitə birləşməsi əmələ gətirdiyinə görə sonda 6000-dən çıxaram 2-ni 5998 olar. Yəni doğru qeyd edibdir. Cavabımız 5998. Siz DNT-nin nukleotit ardıcıllığının birləşməsinə düzgün şəkildə baxsaz, nə dediyim sizə daha yaxşı aydın olacaq. Və fikir verəcəksiniz ki, pentozaların hər biri sağla, solla, yuxarıdakı nukleotitin fosfat turşusu ilə rabitələr əmələ gətirir. Yəni qısacası hər bir nukleotitin tərkibindəki pentoza 3 qat rabitə əmələ gətirir. Sadəcə başdakı və yaxud da ki, sondakı nukleotidlərin pentozası 2 qat rabitənin əmələ gəlməsinə iştirak edir. Məsəl üçün, DNT-nin zəncirindəki sondakı nukleotidləri götürsəm, özündən altda nukleotid olmadığına görə birləşmə əmələ gətirə bilmir. Ona görə cavabımız 5998 olacaq. Uyğunluğu müəyyən edin. Fotosintez edici pigmentin əmələ gəldiyi era arxa erasıdır. Doğru qeyd edilib. İlk dəfə toxumla çoxalan bitkilər əmələ gəldiyi era Devon, yəni paleozoy olacaq. Bitkilərdə bir toxumun əmələ gəlməsində ilk dəfə 2 spermin iştirak etdiyi era, yəni 2 qat mayalanmanın meydana çıxdığı təbaşir olacaq. Təbaşir də ki, mezozoya aiddir. 1A, 2C, 3Y olacaq. İlk hamiləliyi olan sağlam qadının şəkildə göstərilən orqanlar sisteminin ultrasəs müayinəsi zamanı həkim müəyyən
etdi. Sayı 3'dür. Növ bir yumurtadan, deməli eyni yumurta əkizidir. Cins hamısı oğlandır. Hamiləliyin müddəti 5 aydır. Diqqətdə saxlayaq. Əkizlərin ontogenezinin hansı orqanda başlandığını şəkildəki hərflərdən istifadə edərək yazın. Təbii ki, mayalanma uşaqlıq borusunda getdiyinə görə birincinin cavabı C olacaq. Həmin orqanı sinirləndirən simpatik sinirlərin baş və ya onurğa beyninin hansı şöbəsinə başlanğıc aldığını yazın. Biz bilirik ki, simpatik sinirlər onurğa beyninin döş və bel şöbəsindən çıxmış olur və çanaqda olan orqanlara bel şöbəsindən gəlmiş olacaq. Deməli, C-dir burada uşaqlıq borusudur. Düzgün qeyd edib, afərin. Burada isə beldir, burada da düzgün qeyd olunmuşdur. Cavab vərəqindəki cədvəli tamamlayın. Abituriyentimizin də söylədiyi kimi burada sarı cismin, neçə dənə sarı cismin olduğu soruşulurmuş. Burada 3 qeyd etməməli idi. Çünki bir yumurta ovulyasiya olunubdur. Onun yerində bir sarı cisim yaranacaq və ciftin də sayı deyəsən soruşulurmuş. Tam olaraq soruşdum, amma biraz unutdum. Ciftin sayı göstərilmişdir. Yəqin ki, burada da ciftin neçə ay hormon ifraz edildiyi soruşular. 5 aydırsa 4-cü ayın əvvəli və 5-ci ay 2 ay müddətində ciftə hormon ifraz etmiş olar. Yadımda qalanlar bunlar idi. Bu əkizlər minimum neçə blastomerin bölünməsi nəticəsində əmələ gəlmişdir. Yadınızda saxlayın, əgər əkizlərin sayı 3-dürsə, zigot elə bir ki, bölünməli idi. Bir zigot bölünməli idi 2 blastomer, sonra 4 dənə blastomerdən başlanğıc götürəcəkdi. 4 dənə, ən azı 4 dənə blastomer olmalıdır ki, o başlanğıc götürsün. Amma bizdən soruşur ki, minimum neçə blastomerin bölünməsi nəticəsində əmələ gəlmişdir. Bölünməsi nəticəsində əmələ gəlmişdir deyirsə, bu əkizlər minimum neçə blastomerin bölünməsi nəticəsində əmələ gəlmişdir deyirsə, biz 4 dənə əmələ gəldiyi 2 dənəni qeyd etməliyik ki, 2 dənənin bölünməsindən əmələ gəlmişdirlər. Yəni 2 dənəsi bölünəcək, 4 dənəsini yaradacaq və bu 4 dənədən inkişaf etmiş olacaq. Bura 2 qeyd etməliyik. Şəkildə B orqanının, yəni yumurtalığın bir hüceyrəsinin xromosom müxtəlifliyi sayının bu söhbət qadının uşaqlığından, yumurtalığından getdiyinə görə qadınlarda müxtəliflik sayı 23-dür. Əkizlərdən oğlan olduğuna görə onlardakı somatik hüceyrənin xromosom müxtəlifliyinin sayı isə 24-ə bərabərdir. Çünki cinsiyyət xromosomları XY-dir.